Bu videoda sizlərə PRTC nədir və nə üçün istifadə olunur, ümumiyyətcə nə işə yarayır və nəyə görə hər IT mütəxəssis və yaxud da ki, şəbəkə mühəndisi PRTC-ni bilməlidir. Ən azından digər monitorinq toollarının da tanınması önəmlidir. Bu barədə danışacağam. Ümumiyyətcə video içərisində biz məsəl üçün PRTC nədir, əsas anlayışlarına baxacağıq. Nə üçün istifadə etməliyik, yəni faydaları nələrdir PRTC-nin, nə işə yarayır, yəni əsas xüsusiyyətlərinə baxacağıq. Daha sonra bildiyimiz kimi PRTC ödənişli olduğuna görə onun lisenziya qiymətlərinə baxacağıq. Həmçinin orada sensor anlayışlarına və PRTC-nin digər monitorinq toollarından, məsəl üçün Zabbix ilə arasındakı əsas fərqlərə baxacağıq. Yəni hansı daha yaxşıdır, hansı mühitdə hansını istifadə edə bilərik, onları müqayisə edəcəyik. İlk öncə baxaq PRTC Network Monitoring nədir? PRTC Almaniyanın Pessler şirkəti tərəfindən hazırlanmış şəbəkə monitoring proqramıdır. Ümumiyyətcə açılışı belə Pessler Router Traffic Grapher deyə yazılır, sadəcə birləşdirilibdir. All-in-one, yəni hamısı bir yerdə toplanmış şəbəkə monitoring proqramıdır, tooldur bir. Bu nə işə yarayır? Ümumiyyətcə bütün IT infrastrukturun, məsəl üçün routerdur, switchdir, serverdir, virtual maşınlar, printer, smart UPS və sair avadanlıqların real time-da, yəni anlıq olaraq şəbəkə üzərindən monitorinqini təmin edir. Bir sözlə all-in-one monitoring tooldur. Yəni hamısı bir yerdədir. Ümumiyyətcə Pessler firması 1997-ci ildə Almaniyanın Nürnberg şəhərində yaranıb. Yəni onların sırf işi ümumiyyətcə hər hansı bir biznesdə olan IT infrastrukturun gücləndirilməsi və dayanıqlılığını təmin etməkdir. Onlar təkcə network monitoring yox, həmçinin IoT cihazların və infrastrukturları da izlənməsi, optimallaşdırılması, IT infrastrukturun fasiləsiz işinin təmin olunması üçün monitoring toollar yaradırlar. Yəni işləri sırf softwaredir, solutionlardır. Rəsmi saytından girib baxa bilərsiniz. Ümumiyyətcə PRTC bizə IT mütəxəssislərə bütün şəbəkə infrastrukturunda olan bütün sistemləri, trafikləri, avadanlıqları və hər hansı bir proqramı real zaman ərzində, yəni real time-da izləməyə imkan verir. Ümumiyyətcə monitoring nədir? Birinci ona baxaq. Monitoring şəbəkədəki bütün cihazların, serverlərin, yəni Windows kompüter ola bilər, Windows serverlər ola bilər. Hər hansı bir servislərin, məsələn HTTP servis, web servislərin anlıq olaraq vəziyyətini, statusunu izləmə prosesidir. Yəni monitoring nəyə görə aparılmalıdır? Ümumiyyətcə performans düşüklüyü, yəni performansın aşağı düşməsi və nasazlığını vaxtında aşkarlayıb hər hansı bir tədbir görmək üçündür. Yəni öncədən tədbir görə bilərik, bilməliyik bunları. Məsəl üçün CPU yüksək olanda biz bunu xəbərdarlıq almaq istəyə bilərik və yaxud da ki server down olanda bizə e-mail gəlməsini istəyə bilərik ki, ən azından biz tez bir zamanda bunu öyrənək və hər hansı bir müdaxilə eləyək. Yəni demək olar ki, şəbəkə daxilində ümumi olaraq şirkətdə bütün komponentləri, yəni şəbəkə cihazlar olsun, router olsun, switch, server və yaxud da firewall, printer, hər hansı bir end device belə olar. Onların vəziyyətini, yəni up-dır, down-dur, işlək deyil, onların performansını izləyə bilərik və təhlükəsizliyini real time ərzində izləyə bilərik bunları. Məsəl üçün hər hansı bir switchimiz sönəndə, down olanda bizə məlumat gəlsin və yaxud da ki hər hansı bir serverimizin nə qədər trafik həcmi var və yaxud da ki CPU, RAM istifadəsini izləyə bilərik. Daha sonra fault toleransları, yəni xəta, səhv bu kimi şəbəkə əlaqələrinin kəsilməsini, nasazlığını izləyə bilərik. Ondan sonra, yəni bu bizə nə imkanı verir? Proaktiv təmir. Yəni problemlər böyümədən, istifadəçilərə təsir eləmədən biz bunları aşkar etməyimiz daha yaxşıdır, hətta vacibdir. Ümumiyyətlə monitoring toollardan istifadə edəndə biz downtime-ı minimal aşağı səviyyəyə gətiririk. Yəni elə eləyirik ki, servislər daim işlək olur. Bunu end userlar qəti hiss eləmir. Həm də təhlükəsizlik üçün ümumiyyətcə şəbəkəni monitoring etmək yaxşıdır. Həm şəbəkənin və server infrastrukturun xidmətinin keyfiyyətini artırılması üçün, həm təhlükəsizlik üçün, həm də fault tolerance üçün monitoring mütləqdir. Yəni burada bir çox monitoring toolları var, təbii ki, məsəl üçün Zabbix var, Nagios var, PRTC var. Bunlar bir növ şəbəkə mühəndislərinin sanki gözüdür. Yəni bunlar vasitəsilə biz şəbəkəni ətraflıca izləyə bilirik. Dediyim kimi PRTC-dir. Bu tamamilə ödənişlidir, amma pulsuz versiyası da var. Daha ətraflı danışacağam. Daha sonra Zabbix var, open source-dur, Linux üzərində qurulubdur. PRTC Windows üzərindədir. Məsəl üçün PRTC orta və böyük şəbəkələr üçün nəzərdə tutsaq, Zabbixi daha böyük mühitlər üçün istifadə edə bilərik. Amma quraşdırma asanlığına görə
PRTG Zabbix-dən daha yaxşıdır. Sonra SolarWind var, Nagios var, Manage Engine-in Op Manager var. Bunlar da Linux üzərində qurulubdur. Ondan sonra Windows üzərində qurulan kiçik mühitlər üçün WhatsApp Code var. Ona da baxa bilərsiniz. Hətta map də yarada bilir o. İndi baxaq görək biz, yəni bu qədər monitoring tool'lar var da, biz nəyə görə PRTG-ni seçməliyik? Yəni PRTG-nin digərlərindən əsas fərqi nədir? Mən nəyə görə buna ödəniş eləyib, bunu almalıyam və bunu şəbəkə infrastrukturunda istifadə etməliyəm? Birincisi, ən önəmli olan sadə quraşdırmadır. Çox asan bir interfeysi var, user friendly. Quraşdırması da çox sadədir. Yəni Windows-da biz necə bir proqram quraşdırırıq? Next deyirik sanki bir wizard-la. Bu da elədir. Yəni siz Zabbix-i quraşdırmaq üçün sizə mütləq şəkildə şəbəkə və Linux biliyi mütləqdir. Hətta virtualizasiya biliyi də önəmlidir. Amma PRTG o qədər Zabbix qədər çətin deyil quraşdırılması. SNMP-dir, VMI-dir, Ping-dir, NetFlow-dur, Packet Sniffing kimi bir çox protokol dəstəkləyir. Web-based-dir, yəni dashboard üzərindən və yaxud da ki, hər hansı bir mobil application Android var, iOS olar. PRTG proqramını yükləyib network üzərindən izləyə bilərik. Həmçinin alert notification sistemi, yəni e-maildir, SMS-dir, push-dur, bildirişləri aktiv edə bilərik. Ondan sonra auto discovery funksiyası var ki, özü şəbəkəni skan eləyir, nə tapırsa device-lara ora əlavə edir və onları izləməyə başlayır. PRTG ümumiyyətlə necə işləyir ona baxaq. PRTG bir neçə hissədən ibarətdir, yəni bir neçə komponentdən ibarətdir. Məsələn, core server, probe. Core server yəni əsas ana serverdir PRTG-nin məlumatlarının, dataların toplandığı yerdir, database-in olduğu yerdir. Onu Windows server üzərindən quraşdıra bilərik. Bir də var problar. Problar da ki, məsələn bizim ola bilər ki, başqa bir yerdə, başqa bir şəhərdə ofisimiz ola bilər. Ora probu yükləyirik və oradakı şəbəkə cihazları da həmin prob vasitəsilə məlumatları göndərə bilərik əsas core serverə. Yəni ümumiyyətcə prob nə edir? Sensorlar vasitəsilə hər hansı bir device-dan məlumatları götürür, core serverə ötürür. Daha sonra biz web admin portal üzərindən dashboarddan girib ümumiyyətcə cihazları və sensorları monitorinq edə bilirik. Hər hansı bir alarm və ya da alert varsa onlara baxa bilərik. Məsələn, ping sensoru qoya bilərik ki, görək ICMP ilə yoxlasın görüm cihaz aktivdir yoxsa yox. Və ya da ki, CPU load sensoru qoya bilərik ki, server prosesorunun yükü nə qədərdir ona baxaq. PRTG ilə Zabbix arasındakı əsas fərqə baxsaq, PRTG düzdür, ödənişsiz versiyası da var, limitli şəkildə ödənişsiz versiyası da var. Bu haqqda ətraflı danışacağıq. Amma daha çox ödənişlidir. Zabbix isə open source-dur, açıq kodludur və pulsuzdur. PRTG quraşdırılması asan və interfeysi biraz daha rahat. Zabbix isə quraşdırmaq çətindir, həqiqətən çətindir. Bir də öyrənmə üçün sənə dokumentasiya daha çoxdur Zabbix. Ondan sonra PRTG əsasən agentlessdir, yəni agent olmadan monitoring edir. Məsəl üçün SNMP protokolu ilə, VMI ilə. Amma Zabbix isə bir çox funksiyalar agentdən olur. Bunun üzərindən aparılır. PRTG-də maplər, yəni şəbəkə xəritələri, qrafiklər daha estetik və belə də user friendly, istifadəçi dostudur. Yəni baxanda rahat başa düşə bilirsən. Zabbix-də qrafiklər funksionaldır. Yəni daha çox kompressiya lazımdır onu nastroy eləyəsən. Customize eləmək amma Zabbix-də daha yaxşıdır. Əvvəlcədən quraşdırılmış ticketing sistemləri, QoS, SLA kimi, monitoring kimi xüsusiyyətləri var PRTG-də. Zabbix-də scalability, yəni istədiyimiz kimi artırmaq, böyük miqyasda azaltmaq imkanı verir bizə, hansı ki biz bunu daha spesifik özəlləşdirə bilərik Zabbix-də. PRTG daha çox kiçik, orta bizneslər üçün, yəni az məlumatlı olan şəxslər üçün, daha tez nəticə istəyən adamlar üçün daha idealdır. Zabbix isə daha çox böyük, mürəkkəb mühitlər üçün, yəni böyük infrastrukturlar üçün daha yaxşıdır. Həm də ən böyük avantajı Zabbix-in ödənişsiz olmağıdır, PRTG-nin isə asan olmağıdır. Qısa olaraq baxsaq, PRTG Windows üzərində quraşdırılmış bir tooldur. Zabbix isə Linux üzərində quraşdırılır. Yəni Zabbix-i quraşdırarkən sizə Linux biliyi mütləq. PRTG-nin quraşdırılması asandır, Zabbix-də çətindir, daha çox konkursiya tələb olunur. PRTG çox sadə bir GUI-yə, yəni qrafik interfeysə sahibdir. Free versiyası təbii ki PRTG-nin də var və həmçinin ödənişli versiyası var. Zabbix isə tamamilə ödənişsizdir, yəni tamamilə open source-dur, açıq qaynaqlıdır. Auto discovery ikisində də var. Yəni ikisində də network-ı skan edib auto discovery edə bilər. Sadəcə ümumiyyətcə qısa olaraq yadınızda saxlayın ki, PRTG quraşdırılması çox sürətlidir, asandır, rahatdır, amma ödənişlidir. Zabbix quraşdırılması çətindir, öyrənmək üçün dokumentasiya daha çoxdur, lakin ən böyük avantajı PRTG-dən ödənişsizdir. Ona görə bir çox böyük qurumlar Zabbix istifadə edir. Bir çox kiçik və orta bizneslər asan və tez bir nəticə əldə etmək üçün PRTG-dən istifadə edir. PRTG-yə biz IP adresi vasitəsilə daxil oluruq. Ana ekrandan biz ümumiyyətcə şəbəkəmizdə olan uptime-ları, yükləmələri, bandwidth-lərin istifadə olunmasını, sürətli, hər hansı bir hardverin məlumatıdır,
daha sonra onun istiliyi, temperaturudur, keyfiyyətidir, userların sayıdır, rekordlardır, loqlardır, bu kimi məlumatları izləyə bilərik. Database requestlərindən məsəl üçün baxa bilərik. Ümumiyyətlə biz PRTZ ilə, VMI protokolu ilə, SNMP protokolu ilə, NetFlow, SOAP, SSH, daha sonra mail serverləri monitorinq edə bilərik. POP3, IMAP, SMTP, ondan sonra əgər sizin veb saytınız varsa, veb serverinizi, HTTP, HTTPS-i izləyə bilərsiniz. Həmçinin Active Directory, DNS bu kimi servisləri də izləmək mümkündür. Ən çox uptime-ı izləyirlər, hansı ki, şəbəkə avadanlığımız durumu aktivdir, işləyir, işləmci sönülüdür. Məsələn, switch sönsə mənim məlumat gəlsin, firewall-un bu portu dayansa mənim məlumat gəlsin və yaxud da ki, FortiGate firewall-un WAN portu nə qədər trafik istifadə edir, ona baxaq. Hansı LAN şəbəkədə nə qədər trafik axır, onu izləyə bilərik və yaxud da ki, hər hansı bir Windows kompüterin yaddaşı nə qədər qalıbdır, buna baxa bilərik. PRTZ-ni nəyə görə istifadə edirlər? Əsas faydasından danışsaq, yəni şəbəkədə olan problemləri end userlar hiss eləmədən hər hansı bir problem yarandı. Onlar hiss eləmədən biz öncə onu özümüz aşkarlayırıq və daha sonra hansı tədbir edə biliriksə, o tədbir edirik və end user bunu hiss eləmədən işlərinə davam edirlər. Yəni şəbəkə və sistem infrastrukturunun 7/24 fasiləsiz işləməsini təmin edə bilərik. Ən böyük üstünlüyü budur. Proaktiv idarə etmə verir bizə. Daha sonra maksimum uptime verir ki, yəni biz cihazları edirik ki, yəni mümkün qədər up olsunlar, həmişə işlək qalsınlar. Daimi işlədiyini təmin edirik və ən azından biz bütün infrastrukturu serverdir, şəbəkədir, proqramlardır, clouddur, hamısını bir yerdən məlumat ala bilirik, bir yerdən izləyə bilirik. Yəni bir növ bizə bir növ xəritə verir. Bütün mənzərəni oradan görə bilirik. Digər əsas üstünlüyü isə PRTZ-nin, yəni alternativ rəqiblərə görə dediyim kimi quraşdırılması asandır və istifadəçi dostudur, user friendlidir. PRTZ ilə biz serverlər, Windows serverləri, Linux serverləri, routerları, switchləri, virtual maşınları, SQL, Oracle kimi databaseləri, hər hansı bir application-ı, cloud xidmətlərini, ümumiyyətcə bu kimi device və həlləri izləyə bilərik, monitorinq edə bilərik. Həddindən artıq çoxlu protokol dəstəyi var. SNMP-dir, VMI-dir, ICMP-dir, yəni ping-dir, NetFlow-dur, SFlow-dur, HTTP, HTTPS-dir, POP3-dir, IMAP-dir. Bir çox protokol dəstəkləyir. Auto Discovery özəlliyi var dediyim kimi, şəbəkəni skan edirik və avtomatik özü tapır, sensorları qurur. Alert, yəni xəbərdarlıq sistemi var ki, özü müəyyən bir deyək ki, özümüz custom bir threshold qoya bilərik, təyin edə bilərik ki, filan şey olduqda bizə e-mail at, SMS göndər, push bildiriş at, HTTP request və skriptləri işlədə bilərik və özümüz PRTZ üzərindən bir növ vizualizasiya, yəni vizual bir xəritə yarada bilərik, map yarada bilərik. Network maplərinin olması çox böyük bir avantajdır. Həm şəbəkəyə yeni başlayanlar üçün, həm də şirkətə yeni gələn işçilər üçün şəbəkəni öyrənmək, ora adaptasiya edə bilməsi üçün xəritənin olması önəmlidir. Ümumiyyətlə PRTZ-nin qiymət modelinə baxsaq, ümumiyyətlə qiymətlərinə baxsaq, PRTZ təbii ki, ödənişlidir. Sensorların sayına görə dəyişir qiyməti. Yəni burada cihaz sayı ya da user sayına görə dəyişmir. Bir çox softverdə qiymətlər ya user sayına ya da ki cihaz sayına, yəni user and device olur, amma burada elə deyil. Daha çox nəzarət olunan hər hansı bir aspekt, yəni parametrin sayı önəmlidir burada. Məsəl üçün deyirəm, bir cihaz 10 dənə sensor deməkdir, ortalama deyirəm. Yəni burada sensorların sayı önəmlidir, cihazların sayı yox. Hansı cihazda nə qədər sensor qoymuşuq, təbii ki, ona görə dəyişir. PRTZ-nin pulsuz versiyası da var. Limitli sayda sensor verir. Məsəl üçün 100 sensor. Ömürlük pulsuz versiyasıdır bu. Yəni bir dəfə deyək ki, trial işlətdik, ondan sonra dayandı. Free versiyada istifadə edə bilərik. Bunlar daha çox tələbələr üçündür, yəni öyrənmək istəyən adamlar üçündür, ya da ki, kiçik mühitdir, orada çox az bir şəbəkə cihazı var, orada istifadə edə bilərsiniz. Başlanğıc üçün idealdır. Bir də var, ödənişli lisenziyaları var, yəni subscription, abunəlikdir bunlar. Məsəl üçün PRTZ 500 adında var, 500 sensoru dəstəkləyir, yəni bu təxminən 50 cihazdır. 10 sensoru bir cihaz saysaq, 500 sensor 50 cihaz üçün idealdır. Yəni 50 dənə cihazımız varsa, serverdir, routerdur, switchdir, PRTZ 500 versiyası idealdır. 1000 sensor var, təxmini 100 cihazdır, 2500 və s. Bunlar daha çoxdur. Qiymətlər də dediyim kimi illik abunə əsasındadır. $2000 da var, məsəl üçün $5000-dir. Veb saytında dəqiq qiymətlər updated şəkildə, yəni göstərilir. Dollara görə girib baxmalısınız özünüz. Ümumiyyətlə PRTZ 2 cür versiyası var. Bir, şirkət daxilində, yəni öz serverinizdə quraşdırılan versiya, on-premise deyirlər ona. Digər isə sizin serveriniz yoxdur, deyək ki, başqa bir yerdədir, clouddadır, AWS-dir, Azure-dur və yaxud da ki, PRTZ-nin öz serverlərində hosted versiyadır, adlanır bunlar, cloud. Orada quraşdırırsınız. Yəni bunu indi hansını seçəcəyik, o tamamilə sizin büdcənizə, təhlükəsizlik qaydalarınıza görə dəyişir də. Var dediyim kimi on-premise versiya, PRTZ Network Monitor, yəni öz
şəbəkə infrastrukturunuzda öz serverinizi quraşdırırsınız. Məsəl üçün Windows server üzərində. Bir də var Cloud Hosted versiyası, hansı ki, bu adlar PRTG Hosted Monitor Pixel tərəfindən yəni təqdim olunur. Bulut üzərində quraşdırılır. Siz sadəcə daxil olursunuz və probları yerləşdirirsiniz. Öz şəbəkə infrastrukturunuzda olan cihazları monitorinq edirsiniz. Biz daha çox baxacağıq on-premise versiyaya. Dediyim kimi, PRTG-nin 100 sensora qədər tam pulsuz versiyası mövcuddur. Yəni var bu free versiyası da. Ödənişli versiyalara baxsaq, 500 sensor təxminən $1600, 1000 sensor $2850. Yəni bir sensoru bir məsəl üçün cihazın CPU, RAM-ı, diskinin ölçülməsi kimi saysaq, bir cihazda 3 sensor edir. Yəni qiymətlər illik əsasındadır. Annual gedir bunlar. 500 sensor üçün $2000 təxmini deyirəm. 1000 sensor üçün $3900. Bu daha çox gedir, yuxarı doğru qalxır. Qısa olaraq özətləsək, 3 versiyada var. Trial Edition var, hansı ki 30 gün bizə tam istifadə verir ki, bütün sensorları limitsiz şəkildə istifadə edib yoxlaya bilərsiniz. Ondan sonra Freeware Edition var, hansı ki ödənişsiz versiyadır, pulsuz versiyadır. 100 sensora da icazə verir, daimi pulsuz olur. Amma 30 gün tam funksionaldır, limitsiz sensorlardır. 30 gündən sonra ödəniş eləməsəz keçir Freeware. Bir də var ödənişli olan, hansı ki ödəniş eləyib alırsınız. Bu da artıq abunəlikdir, illik abunəlik əsasında sensor sayına görə dəyişir. 30 gün ərzində dediyim kimi pulsuz, tam funksional şəkildə istifadə edə bilərik. Biz də bunu növbəti videolarda trial şəkildə quraşdırıb istifadə edəcəyik. Siz də edə bilərsiniz rahatlıqla. Qiymətlərini dediyim kimi bəzi yerlərdə aylıq göstərir, bəzi yerlərdə elə illik. Aylıq yazılsa belə, amma siz bunu illik ödəməlisiniz. Məsəl üçün $179 500 sensor üçün, $325 1000 sensor üçün. Bunu illik şəkildə ödəməlisiniz. Yəni ödənişlər ümumiyyətcə ya aylıq olur, ya da aylıq əsasında illik olur. Aylıq olanda qiymətlər həmişə biraz baha olur. Yəni çox şey deyilərdi. Məsələn, aylıq görərsən $20'dır, amma aylıq əsasında illik ödəniş qoyublar $15. Yəni ilə hesablayanda görsən ki, $15 gəlir aylığı, bu daha sərfəlidir. Amma sadəcə sizdən ödənişini illik olaraq başdan alırlar. Yəni bu adlanır per month paid annual deməkdir. Yəni aylıq olaraq ödəmək. Yəni hər ay üçün göstərilən məbləği deyək ki, illik olaraq ödəyirsiniz toplamda $2000. Ümumiyyətlə PRTG serveri biz indi növbəti videoda quraşdıranda PRTG serverinin tələb olunan özəllikləri haqqında danışacağam. Yəni nə qədər resurs tələb eləyir. Biz burada lisenziya növünə görə baxsaq, məsəl üçün deyirəm, 500 sensorluq bir PRTG quraşdıracağıqsa, 4 CPU core, minimum 4 GB RAM olması və 100 GB boş disk verməyimiz daha yaxşıdır həmin serverə. Yəni o serveri biz bare metalda quraşdıra bilərik. Hər hansı bir, məsəl üçün gedirik ASP Dell server alırıq, flash kartla Windows Server 2019 yazırıq, əməliyyat sistemini ona bare metal deyirlər ona. Bir də var, hər hansı bir deyək ki, ASP serveri alırıq avadanlıq, onun üzərində virtualization quraşdırırıq, hypervisor, yəni ESXi məsəl üçün. Həmin o ESXi içərisində bir VM yaradarıq. O VM-ə resurs təyin edəndə artıq CPU core sayını 4, RAM məsəl üçün 4, disk həcmi də hard disk ya da SSD qoya bilərsiniz, fərqi yoxdur. Sürətə görə dəyişir, SSD daha yaxşıdır. 100 GB qoymalısınız. Dediyim kimi bu sensor sayı artdıqca resurslar da artmalıdır. Çünki nə qədər sensor varsa, o qədər çox resurs tələb olunur. Yəni o dona bilər. Problem olmaması üçün yəni minimum tələbləri heç olmasa qoyun. Yəni 4, 6 RAM olsun, CPU core'ları da 4-6 arasında dəyişsin. Hard disk də minimum 100 GB təyin edin. Bir daha qısa olaraq PRTG haqqında məlumat vermək istəyirəm. Növbəti videoda artıq PRTG-ni quraşdıracağıq. PRTG Windows əsaslıdır, Linux əsaslı deyil. Yəni Linux üzərində quraşdırılmayıb Zabbix kimi. Hər ölçüdə, istənilən ölçüdə hər hansı bir şəbəkəni monitorinq eləmək üçün istifadə olunur. Yəni PRTG ilə siz həm LAN, həm WAN, həm wireless-lanı, həm də VPN üzərində olan bütün avadanlıqları, cihazları və servisləri izləyə bilərsiniz. Siz fiziki serverləri, Windows Server 2016-2019 və ya virtual serverləri, web serveri ola bilər, VM üzərində mail serveri ola bilər, file serveri ola bilər, Linux sistemləri, Windows kompüterləri, yəni Windows 11, Windows 10 kimi klientların device'larını, kompüterlərini izləyə bilərsiniz. Şəbəkə cihazlarını, routerdur, switchdir, firewalldur, access point kimi cihazları izləyə bilərsiniz. Ofis avadanlıqlarından məsəl üçün online smart UPS-lərdir, printerdir, storage device-lar NAS-dır, bu kimi cihazları izləyə bilərsiniz, monitorinq edə bilərsiniz. Yəni izləyə bilərsiniz, yəni nəyə baxa bilərsiniz? Ümumiyyətcə həmin o cihaz aktivdir, sönübdür, yanlıdır. Yəni availability deyirlər ona. Bunları izləyə bilərsiniz. Ondan sonra hər hansı bir şəbəkə cihazı switch routerdir, onların bandwidth, trafik həcminə baxa bilərsiniz. Nə qədər WAN-da, LAN-da istifadə olunur trafik, onları izləyə bilərsiniz. Hər hansı bir Windows Server 2016 məsəl üçün deyək,
orada file server qurmuşuq. Biz baxmaq istəyirik ki, orada CPU, RAM yükü nə qədərdir orada. Bunları izləyə bilərik. Daha sonra həmin o file serverdə diskimiz dolur, azalır, performansını izləyə bilərik. Ondan sonra QoS hər hansı bir servisin keyfiyyətinin artırılması, xidmət keyfiyyətini ölçə bilərik. Pingdir, latency'dir, gecikmədir. Yəni şəbəkənin performansını, sürətini ölçə bilərik. Hansı protokollarla edə bilərik bunu? Daha çox məsələn FortiGate firewallu SNMP ilə edə bilərsiniz. SNMP-nin də versiyaları var. Danışacağıq növbəti videolarda məsələn SNMP version 1, version 2, version 3 ən təhlükəsiz version 3-dür. Məsələn Cisco NetFlow var, Packet Sniffer var, ondan sonra IPFix var, SFlow var və s. protokollar var. Yəni bir çox protokol dəstəkləyir. Bir sözlə siz müxtəlif protokollarla, müxtəlif sensorlarla istənilən şəbəkəni LAN-dır, WAN-dır, oradakı avadanlıqları, serverləri, servisləri 7/24 fasiləsiz izləyə bilərsiniz. SQL database-ləri də real time üzərindən baxa bilərsiniz ki, o həmin server update, ondur, trafik nə qədər gedir, bunları izləyə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti videoda PRTZ-ni necə quraşdıra bilərik və ilkin sensorları necə yarada bilərik, onları göstərəcəm. PRTZ üzərindən, məsələn, FortiGate firewallu, Cisco HP switchləri, Windows serveri, hər hansı bir Windows 11 device-ı necə izləyə bilərik, necə monitorinq edə bilərik, onlara baxacağıq. Əgər videonu bəyəndinizsə kanala abunə olmağı və suallarınızı rəylərdə yazmağı unutmayın. Növbəti videolarda görüşəndə